Bu da Bakının Bakı körpüsü day millət. Uçub, cəmaət var beləncə keçir buradan. Paytaxtın Qaradağ rayonunun Bakı qəsəbəsi yaxınlığında Ceyrankeçməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb. Çaya sel gəlməsi və körpünün yaxınlıqdan keçən yolun da yararsız hal düşməsi ilə iki sahil arasında gediş-gəliş kəsilib. Bəzi sakinlər çayın üzərindən 20-25 metr hündürlükdən keçən boru xətti ilə digər sahilə keçməyə çalışır ki, bu da onların həyatları üçün çox təhlükəlidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, sel nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq. Baxın, Lökbatan Güzdə yolu. Körpü uçub, heç bir gəlib. Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan şəhərciyi ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb. Bu barədə Baku TV məlumat yayıb. Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur. Çökmənin aramsız yağan yağışlarla əlaqədar olduğu bildirilir.